Salam Bakpost TV'nin dəyərli izləyiciləri. İlin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan yerli telekanallarına geniş müsahibə verdi. Müsahibədə Azərbaycanın xarici siyasəti, Amerika Birləşmiş Ştatları ilə əlaqələr, Çinlə inkişaf edən əlaqələr, ilin iqtisadi yekunları, Azərbaycan müdafiə sənayesinin uğurları və digər çoxsaylı məsələlərə toxunuldu, maraqlı təhlillər aparıldı və eyni zamanda mühüm mesajlar verildi. Dünya üçün də, yəni hadisə çox, dünya üçün də il çox, belə deyək ki, gərgin hadisələrlə başladı. Biz, deməli, Venezuela prezidentinin Amerika tərəfindən aparılan xüsusi əməliyyat vasitəsilə saxlanılmasının şahidi olduq. Eyni zamanda qonşu İranda ötən ilin son günlərindən başlayaraq gərgin hadisələr, aksiyalar başladı və bu aksiyalar bugün də davam edir. Bugünkü verilişimizdə də bu məsələlər barəsində müzakirə aparacağıq. Qonağımız politoloq Zaur İbrahimlidir. Zaur bəy, xoş gəldiniz. Xoş gördük. Zaur bəy, elə əvvəlcə istəyərdim ki, ölkəmiz üçün, deyək ki, geniş son günlər müzakirə olunan cənab prezidentin müsahibəsini başlayaq. Siz, yəni ki, bu müsahibə ilə tanışdınız və belə deyək, müsahibədə sizin daha çox diqqətinizi çəkən məqamlar, mesajlar nədən ibarət idi? İlk növbədə qeyd edək ki, cənab prezident proqram xarakterli müsahibə verdi və 2026-cı ildə Azərbaycan həm xarici siyasəti ilə bağlı, həm iqtisadi inkişafla bağlı və o cümlədən Azərbaycan iqtisadiyyatı ilə əlaqədar digər sahələrlə bağlı yol xəritəsini sərgilədi. Ən çox diqqət çəkən məsələlərdən biri Azərbaycanın nəqliyyat logistika strategiyası və bu strategiyanın əsas komponentlərindən biri olan Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı oldu. Evet. Burada iki məqam olduqca diqqət çəkən də bunlardan biri onunla bağlı idi ki, ilk dəfə idi ki, cənab prezident qeyd edirdi ki, biz Ermənistana həm İran dəmir yolu ilə birləşməyə imkan yaradacağıq, həm Rusiya dəmir yolu ilə Azərbaycan üzərinə birləşməyə imkan yaradacaq və ən vacibi qeyd elədi ki, Türkiyə ilə Ermənistan arasında nəqliyyat logistika əlaqələri bərpa olunacaq. Bu əvvəllər Azərbaycan ekspert icması bunu qeyd edirdi və erməni rəhbərliyindən də bunu qeyd edirdilər. Amma Azərbaycan prezidenti bunu artıq ilk dəfədir ki, səsləndirdi. Bu olduqca mühüm hadisə idi. Bu deməkdir ki, artıq Azərbaycan Zəngəzur dəhlizə daxil olmaqla nəqliyyat logistika sisteminin yekun variantı ilə bağlı artıq qəti bir plana malikdir. Və bu planda da Ermənistan öz yolundan dönməsə və Ermənistan iqtidarın indiki konstruktiv siyasəti davam eləsə, artıq Ermənistan da mərhələ-mərhələ Azərbaycanın bu bütün Cənub Qafqazı əhatə eləyəcək nəqliyyat logistika layihələrinə daxil olacaq və Ermənistan da burada aktiv tərəfdaş olacaq. Bu olduqca mühüm bir məsələdir. İkinci məsələ yenə də Zəngəzur dəhlizinə bağlı. Cənab prezident artıq elə bir qətiyyətlə danışdı ki, məlum oldu ki, artıq biz Zəngəzur planından artıq reallaşmaqda olan layihə kimi danışa bilərik. Əvvəl bu barədə müəyyən qədər ehtimallar irəli sürürdük, müəyyən məsələlər müzakirə edir. Lakin cənab prezidentin müsahibədəki açıqlamaları deməyə əsas verir ki, artıq bu məsələ həm beynəlxalq müstəvidə həllini tapıb, həm də artıq Ermənistanla bir çox məsələlər müzakirə olunub. Yəni bu plan artıq tam gücü ilə reallaşdırılır. Yəni Zəngəzur dəhlizinin açılması ilə bağlı planlar artıq tam gücü ilə reallaşdırılır və növbəti mərhələdə Ermənistanda da bu istiqamətdə çox fəal addımlar atılacaq. Bu da olduqca mühüm idi. Bu düşünürəm ki, ən diqqət çəkən məqamlardan biri idi. İkinci ən böyük diqqət çəkən məqamlardan biri Amerika Birləşmiş Ştatları ilə Azərbaycan əlaqələri idi. Yenə geniş təhlil etsək, məlum olub ki, Azərbaycan ona nail olub ki, Vaşinqton Cənub Qafqazda əsas tərəfdaş kimi Azərbaycanın üzərində dayanıb. Vaşinqton strateqləri o qərara gəliblər ki, onlar Cənub Qafqazda Amerikanın uzun müddətli maraqlarını təmin etmək istəyirlər. Və Amerikanın strateji mövqelərə malik olmasını istəyirlərsə, mütləq əsas tərəfdaş kimi Azərbaycanı nəzərdən keçirməlidirlər. Bundan əvvəl isə fərqli idi. Yəni biz zamanında görürdük ki, Gürcüstan bu rola iddialı idi.
Daha sonra Biden-Blinken administrasiyasının dövründə Ermənistan mərkəzli siyasət həyata keçirirdi. İndi isə artıq obyektiv olaraq Cənub Qafqaz bölgəsində Avrasiyanın bu strateji nəqliyyat qovşağında əsas tərəfdəki Azərbaycan nəzərdən keçirilir. Və bu yalnız konkret siyasi məsələlərlə məhdudlaşmayacaq. Bu, Amerika dərin dövlətinin verdiyi qərar kimi nəzərdən keçirilməlidir. Çünki Cənab Prezident də qeyd elədi, Azərbaycanın artıq yüksək vəzifəli məmurlar da daxil olmaqla 4 nümayəndə heyəti ABŞ-da səfərdə olub. Müxtəlif məsələləri müzakirə edir, enerji məsələləri, nəqliyyat logistika məsələləri, hərbi sənaye kompleksi arasında əməkdaşlıq. Bu demək ki, artıq tərəflər arasındakı tərəfdaşlığa dair xartiyə, saziş imzalanana qədər real addımlar atılacaq. Yəni artıq Azərbaycan və ABŞ konkret məsələləri müzakirə edir. Yəni konkret iqtisadi məsələləri, enerji təhlükəsizliyi məsələlərini müzakirə edir. Bu o deməkdir ki, Azərbaycan-ABŞ tərəfdaşlığı yalnız siyasi və geosiyasi aspektlərlə olmayacaq. Yəni konkret bu aspektləri möhkəmləndirəcək və ABŞ-ın regionda uzun müddətli strateji maraqlarını təmin edəcək konkret layihələr həyata keçiriləcək. Və burada ən vacib məsələdən biridir ki, Azərbaycan da ABŞ investisiya qoyacaq. Biz yalnız ABŞ-dan investisiya gözləmirik, həm də özümüz də ABŞ investisiya qoyacaq. Azərbaycanın neft fondu burada aktiv mövqe tutacaq və biz Amerikalılarla belə çox uzun müddəti əhatə edən və Amerikanın qalıcı maraqlarını təmin edən bir əməkdaşlıq dövrünə qədəm qoyduq və bu dövrdə ən mühüm hadisələrdən biri də və bu əlaqələrə gələcəkdə hüquqi maneə yarada biləcək 9-7-ci düzəlişin ləğv olunması ilə bağlıdır. Açıq şəkildə görünür ki, Azərbaycan prezidenti və Azərbaycan diplomatiyasının əsas gözləntisi odur ki, bu il ərzində, yəni noyabra qədər Konqres tərəfindən bu məsələ bəli, bu məsələ götürülsün. Əlbəttə bu asan deyil. Amma açıq deyə bilərik ki, Azərbaycan diplomatiyası fokuslandığı əsas məsələlərdən biri budur. Və o cümlədən mən istəyirəm ki, Azərbaycan ekspert icması da o məsələni qaldırmalıdır ki, necə ki, ATƏT Minsk qrupu və əlaqəli mexanizmlər barədə Ermənistan Azərbaycan eyni mövqedən çıxış elədi. Ermənistan da buyursun, bu məsələdə də Azərbaycana dəstək versin. Bu Ermənistanın növbəti konstruktiv addımı kimi qiymətləndirilir. Həmçində bu azadlıq haqqında 9-7-ci düzəlişin predimenti yalnız Azərbaycan deyil də, bu ona görə qoyulub ki, biz Ermənistanda güya blokadada saxlamışıq. Amma indi isə biz Ermənistanla artıq ticarət əlaqələrini bərpa edirik. Və buna görə də yaxşı olar ki, gözləntimiz də bundan ibarət ki, Ermənistan dövləti də bu istiqamətdə Azərbaycanın səylərini və ən vacibi Trump administrasiyasının fəaliyyətini dəstəkləyəcək. İkinci, düşünürəm ki, aspekt bununla bağlıdır. Üçüncü aspekt, mən düşünürəm ki, bu həm daxili idarəetmə islahatları ilə bağlıdır və həm də Cənab Prezident qeyd elədi, Azərbaycanın gələcək iqtisadi inkişafı ilə əlaqədardır. Daxili idarəetmə islahatları ilə bağlı Cənab Prezident qeyd elədi ki, artıq yeni model sınaqdan keçirilir və bu özünü doğruldur. Və bu modelin hansı formada, daha da təkmilləşdirilmiş formada, daha geniş miqyasda tətbiqi ilə bağlı məsələlər nəzərdən keçirilir. Bununla bağlı müəyyən müzakirələr səslənir. Amma dövlət başçısının özünün bu məsələni önə çıxartması demək əsas verir ki, yəqin ki, növbəti mərhələlərdə mərhələ-mərhələ təkamül yolu ilə bu yeni sistemə keçid baş verəcək. Söhbət xüsusi nümayəndələr institutunun ola bilsin ki, təkmilləşdirilmiş formada bütün ölkə ərazisində tətbiqi, mərhələ-mərhələ tətbiqi. Hər halda Cənab Prezident bunu qeyd elədi ki, bu məsələ Cənab Prezidentin çıxışını təhlil etsə, görə bilər ki, bu məsələ nəzərdən keçirir. Bu bir istiqamətdir. İkinci istiqamət isə biz Azərbaycan investisiyalarına bağlı qeyd edə bilərik. Burada yenə də Azərbaycan atdığı addımlar nəticəsində biz gözləyə bilərik ki, xüsusən bizim alternativ enerji sahəsində, o cümlədən müdafiə sənayesinə yeni investisiyalar gələcək. Həm də biz Çindən yeni investisiyalar gözləyirik. Nəqliyyat logistikadır, bu yeni hərbi sənaye kompleksi ilə bağlı yeni istiqamətlərdir və bərpa olunan enerji ilə bağlı biz yeni investisiyalar gözləyirik və beləliklə də
bu investisiyalar bizim gələcək iqtisadi böyüməmizin yeni belə deyək, dayaq nöqtələri ola bilər. Son vaxtlarda eyni zamanda dünyada baş verən bir sıra proseslər diqqətimizi çəkdi və hazırda da müzakirə olunan məsələlərdən biri Venezuelada baş verən proseslərdir. Sizcə bu hadisə, yəni hətta demək olar ki, analoq olmayan bir hadisə, bu gözlənilməz bir nəticədə gözlənilməz bir hadisə idi və bunun bütövlükdə dünya üçün doğuracağı biz nəticələr barədə nə deyə bilərik? ABŞ-ın Venezuela bu və ya digər formada müdaxilə ediləcəyi gözlənilən idi. Gözlənilməz, indiyə qədər demək olar ki, konsensusuna qəbul olunan, qeyri-formal olaraq müasir beynəlxalq siyasəti, beynəlxalq münasibətlərin qızıl qaydası olan, fəaliyyətdə olan dövlət başçısının toxunulmaz olması qaydasının pozulması idi. Çağdaş tariximizə baxın, fəaliyyətdə olan dövlət başçısının, söhbət fəaliyyətdə olan, keçmiş, sabiq yox, və yaxud da vəzifədən kənarlaşdırılmış yox, və yaxud da ki, müəyyən inqilablar nəticəsində vəzifəsindən kənarlaşdırılmış yox, fəaliyyətdə olan dövlət başçısının, yəni öz vəzifə funksiyalarını yerinə yetirən dövlət başçısının xarici ölkənin hərbi qüvvələr tərəfindən tutulması və ölkədən çıxarılması halı baş vermir. Hərbi müdaxilə nəticəsində Panamanı misal gətirilir ki, Panama ilə bağlı belə bir şey olmuş. Biz çağdaş tariximizi nəzərdə tuturuq. Belə bir hadisə baş verməyib. Bu dünyada yeni reallıqdır. Və bu yeni reallıq artıq beynəlxalq hüquqa formal olaraq riayət etmək öhdəliyini də aradan qaldırır. Nə qədər formal olaraq, ən azı prosedur gərəyi olaraq BMT Təhlükəsizlik Şurasının iclası çağırırdı, orada müəyyən iddialar irəli sürülürdü və səsvermə keçirilirdi, müəyyən qərarlar qəbul olunurdu. Hətta qərarlar qəbul olunmayanda belə müəyyən koalisiya yaradılırdı və sanksiyalar tətbiq olunurdu və həmin koalisiyanın bircə səyləri ilə müəyyən əməliyyatlar keçirilirdi. Necə ki, biz bunu İraqan ABŞ müdaxiləsi zamanı gördük. Lakin indi artıq buna da ehtiyac görmürlər. Bu demək ki, artıq BMT nizamnaməsi ümumiyyətlə özünün formal əhəmiyyətini itirib. Bu yeni bir reallıqdır. Bu yeni reallıqda olduqca mühüm bir məqam var. Məqam bundan ibarət ki, böyük ölkələr özlərinin milli maraqlarını başqa ölkələr üçün yerinə yetirilməli olan öhdəlik kimi nəzərdən keçirilir. Bir daha bunu geniş izah etməyə çalışıram. Hər hansı bir X güclü ölkə hər hansı bir marağı varsa, o hesab edir ki, digər ölkə artıq bunu yerinə yetirməlidir. Yəni bu onun artıq öhdəliyidir. O yerinə yetirməzsə onu gücünə məcbur edə bilər. Bu olduqca təhlükəli bir presedentdir. Bu bizi yenidən qaytarır orta əsrlər və ən yeni dövr imperiyaların oyunu dövrünə. Belə çıxır ki, dünya artıq böyük güclərin təsir dairələrinə bölünə bilər və həmin böyük güclər həmin təsir dairələrində olan ölkələri marionetka kimi nəzərdən keçirilir və belə çıxır ki, böyük güclər digər ölkələrin suverenitetini məhdud suverenitet kimi baxırlar. Məhdud suverenitet nə deməkdir? Onlar müəyyən ölkənin müəyyən prosesləri, addımlarla qərar verə bilərlər. Lakin ölkənin ən strateji məsələləri, xüsusən xarici siyasət məsələləri ilə bağlı onlar müstəqil qərar verə bilməzlər. Hal-hazırda Amerika Birləşmiş Ştatlarının Venezuela sərgilədiyi siyasət bununla bağlıdır. Xüsusən də Prezident Trumpın analoqu olmayan müsahibəsi ümumiyyətlə müasir beynəlxalq münasibətlər sistemini tamamilə darmadağın eləyir və heç bir nə hüquq hüdudu qoyur, nə də bir etik hüquq qoyur. Və xüsusən orada qeyd etmək ki, biz əsas bizi neft maraqlandırır. Yaxın aylarda Venezuelada heç bir seçki keçirilməyəcək. Biz özümüzü ora nizamlayacağıq. Yəni hər hansı bir ölkədən gözlənsəydi, hər halda bu ABŞ-dan gözlənilmirdi. Yəni özdə nəzərə alsaq ki, indiki müasir münasibətlərin memarı məhz ABŞ-dır. Bu baxımdan bu beynəlxalq münasibətlərdə qangster tərzini gətirir və mən hesab edirəm ki, bu qangster tərzindən ən böyük ziyan çəkən də elə Amerika Birləşmiş Ştatlarının özü olacaq. Niyə belə hesab edirsiniz? Çünki son 2-3 gündə biz aparıcı analitik mərkəzlərin təhlilini oxusaq, digər Latin Amerikası ölkələri bu perspektivdən özlərini qorumaq üçün Çinlə əməkdaşlığı gücləndirirlər. Bu hələlik açıq görünmür. Lakin bir çox insider məlumatları göstərir ki, Latin Amerikasının digər ölkələri Amerika Birləşmiş Ştatlarının bu cür, xüsusən də Prezident Trumpın bu cür qangster siyasətindən qorunmaq üçün Çinlə daha yaxından əməkdaşlıq etməyə çalışırlar.
Yəni təsir əks təsirə bərabərdir. Yəni heç kim gözləməsin ki, Venezuela özü deyək ki, Rusiya ilə strateji münasibətlər haqqında bir 10 illik müqavilə imzalamışdı. Hətta son məlumatlara görə Rusiyanın Ukraynada istifadə etdiyi şahid dronlarının mühüm hissəsi Venezuelada yığılıb. Eyni zamanda bu ölkələr arasında iqtisadi əməkdaşlıq, neft sahəsində əməkdaşlıq var idi. Venezuelanın digər böyük ölkələrlə, İranla, Çinlə mühüm əlaqələri vardı. Və bu əlaqələr fonunda, bu müttəfiqliklər fonunda bu hadisənin baş verməyini necə qiymətləndirmək olar? Bu sanki biz fövqəl güclərdən danışırıq, güc mərkəzlərindən danışırıq. Onların Amerika qarşısında çox zəif olduğunu göstərdi. Tamamilə doğrudur. Onlar Amerika qarşısında çox zəif olduğunu göstərdilər. Lakin burada bir məqam var. Heç kim gözləmirdi ki, Çin nümayəndəsi ilə görüşdən bir neçə saat sonra söhbət prezident Maduro'nun Çin Latin Amerikası üzrə xüsusi nümayəndəsindən görüşündən bir neçə saat sonra bu cür hərbi əməliyyatların keçiriləcəyini heç kim gözləmir. Yəni heç kim gözləmir ki, Amerika Birləşmiş Ştatları bu qədər açıq qarşıdurmaya gedə bilərlər. Yəni Trump administrasiyası bu qədər meydan oxuya bilər. İndi artıq məlum oldu ki, bu belədir. Və bu zaman hadisədə iki ssenari üzrə inkişaf edə bilər. Birinci ssenari ondan ibarətdir ki, artıq Çin, Rusiya, İran bundan nəticə çıxararaq əməkdaşlıq elədiyi ölkələrlə daha sıx əməkdaşlıq edəcəklər və başa düşəcəklər ki, burada əməkdaşlıq yalnız iqtisadi və geosiyasi məsələlərdə ola bilməz. Bunun mütləq hərbi komponenti lazım. Yəni siz hər hansı bir Latin Amerikası ölkəsində əməkdaşlıq etmək istəyirsinizsə, siz artıq həmin onu qorumaq öhdəliyi götürməlisiniz. Mən baxımdan dedim, Çinlə əlaqələr intensivləşib. Yəni onlarla konkret hüquqi və malik müqavilələr imzalanmalısınız, onların hərbi bazalarını yerləşdirilməlisiniz və s. Yəni artıq Çin özü də əgər qlobal hegemonluq iddiasında qalırsa, siyasətini dəyişməyə məcbur olacaq. Yalnız investisiyalarla, işçi qüvvəsi ilə, borc verməklə bu ölkələrə qlobal təsirini qoruya bilməyəcək. Burada mütləq gəlir Sovet İttifaqının siyasəti. Hərbi baza qurmaq, kontingent yerləşdirmək, raket yerləşdirmək. Yəni Çin buna gedəcəksə, biz onda doğrudan da tamamilə yeni bir mərhələyə qədəm qoyacaq. Amma yəqin ki, Rusiyanın artıq bu imkanlardan... Rusiyanın bu imkanları tükənib, İranın da bu imkanları tükənib. Yəqin ki, bu hadisələrin ən çox da Rusiyaya təsiri, mənfi təsiri, həm deyək ki, siyasi mənada, həm iqtisadi mənada, həm Rusiya liderinin belə deyək ki, o beynəlxalq oyunçu olmaq baxımından ciddi zərbə hesab olunur. Bu Rusiyanın geosiyasi alçaldılmasıdır. Suriyadan sonra Venezuelada Rusiya ikinci geosiyasi fəlakət yaşadı. Suriyada müəyyən qədər Türkiyənin rolu ilə son anda Rusiya ilə sövdələşməyə getdilər. Rusiyanın iki hərbi bazasını orada saxladılar və Bəşər Əsədin müəyyən maliyyə ilə Rusiyaya qaçmağa imkan verdilər və müəyyən qədər Bəşər Əsədin yaxınlarında Rusiya köçdü və görürsünüz, Rusiya hərbi bazaların hücumları qarşısını alırlar. İndi də hərbi məhdud olsa, hərbi iştirak orada qalır. Bu daha çox Türkiyənin seçdiyi yolu oldu. Yəni 12 gün ərzində Bəşər Əsəd rejimi çökdü və dəyişiklərin yönləndirən də məhz Türkiyə idi. Türkiyə də burada regiondakı xüsusiyyətləri də nəzərə alaraq, İsrail faktorunu nəzərə alaraq Rusiya üçün bu imkanı yaratdı. Amma Venezuelada Rusiya heç bir imkan yaratmadılar. Yəni bu daha böyük alçaldıcı bir faktor idi. Necə ki İran Suriyada alçaldıcı məğlubiyyətə uğradı. Onun müəyyən çox minlik hərbi kontingenti belə heç bir işə yaramadı, hərbi müşavirlər heç bir işə yaramadı, kəşfiyyat heç bir işə yaramadı. Eyni şeydi biz Rusiya haqqında edirdik. İran necə ki Suriyada elə məğlub olmuşdu, dəhşətli məğlubiyyət olmuşdu. Eyni qaydada da Rusiya Venezuelada məğlub oldu və bu dünyaya çox ciddi bir mesaj oldu. Amma əks fikirlər də var ki, bu deyək ki, böyük güclər arasında bir razılaşma nəticəsində deyək ki, Amerikanın belə bir xüsusi əməliyyat keçirməsi bildirilir. Belə bir versiya nə dərəcədə mümkün sayılır? Deyək ki, Rusiya və Amerika Birləşmiş Ştatları arasında belə bir Venezuela rejimi ilə bağlı razılaşmanın olması. Bu tamamilə heç bir tənqidə dözmür. Çünki Rusiya o qədər belə bir strateji müstəqilliyə malik deyil ki, Çinin bu qədər investisiya qoyduğu ölkə üzərindən ABŞ-la sövdələşmə eləsin. Bu Rusiyanın özünə qəsdi olardı. Çin dərhal mövqeyini dəyişərdi
və ümumiyyətlə Çindən indiki total asılılıq şəraitində Moskvanın Çinin arxasından belə bir oyuna gedəcəyi əlbəttə bağla batan deyil. Əks halda biz Şimali Koreya hərbiçilərinin Rusiya göndərilməsinin şahid olmasaq, dərhal bu proses dayanardı və biz dərhal Çinin fərqli addımlar attığını görürük. Və eyni zamanda biz Rusiya prezidenti Vladimir Putinin də sustuğunun şahidiyik neçə gündür bununla bağlı məsələdə. Bu bir tərəfi. Yəni Rusiya heç bir halda hətta özü istəsəydi də belə bunu eləyə bilməzdi. Və ikincisi nəyin müqabilində ABŞ-la sövdələşəcək? Yəni bu saat heç bir strateji əhəmiyyəti olmayan, hələ də 4 ildir cəmi 76% işğal elədiyi 4 vilayəti müqabilindəmi ABŞ-la sövdələşəcək? Rusiyanın ABŞ-la qlobal sövdələşmə eləmə gücü qalıbmı? Rusiya bunun müqabilində nə istəyəcək? ABŞ heç bir halda Rusiya ilə bu məsələni sövdələşməyə gedə bilməzdi. Niyə gedə bilməzdi? Çünki ABŞ-ın Rusiyanın sövdələşməyə getmədən də Venesuelanın rəhbərini həbs etmə imkanı var idi. Siz hadisələrin indi xronikası açıqlanır. Burada yalnız və yalnız Kubalı mühafizəçilər müəyyən qədər müqavimət göstərmə imkanına malik olublar. Və Çinin, Rusiyanın verdiyi bütün radar sistemləri dərhal anında söndürülüb. Heç bir imkan yaratmayıblar və biz o cümlədən Venezuela ordusunun da təmkinli mövqe tutduğunu gördük və məlum oldu ki, bunlar hamısı Doğudan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək niyyətindədirlər. Və Rusiyanın sövdələşməsində isə fərqli bir biz davranışın şahid ola bilərdik. Biz bunun heç birini görmürük. Və ikinci də ən ciddi arqumentlərdən biri ondan ibarətdir ki, Rusiyanın bu sövdələşməni aparmaq gücü yoxdur. ABŞ məşhur sual çıxdı. ABŞ niyə görə Rusiya ilə bu sövdələşməyə getməlidir? Və ikinci də Venezuelanın getməyi Rusiya o qədər böyük itki verib ki, həm siz qeyd etdiyiniz hərbi dəstək baxımından, ikinci investisiyalara baxımından və üçüncü də ABŞ-ın təzyiqə elə biləcəyi, yəni Rusiyanın ABŞ-a təzyiq elə biləcəyi bir-iki məsələ var idisə, çox sözü. Biri də məhz Venezueladakı imkanlar idi. Bunlar da tamamilə əldən çıxdı. Venezuelanın itkisi Rusiya üçün fövqəladə dərəcədə çox ağır bir itki oldu. Eyni zamanda başqa bir fikir də səsləndirir ki, Maduronun deyək ki, özünü xilas etsin, yaxud da onsuzda məğlub olacağını anladığı üçün könüllü şəkildə təslim olması və bu belə bir əməliyyatın deyək, bunu örtbasdır eləmək üçün keçirildiyi haqqında belə fikirlər də var. Bu nə dərəcədə əsaslıdır sizcə? Bu da tamamilə yanlışdır. Maduronun Amerika Birləşmiş Ştatları razılaşıb ölkəni tərk etmə imkanı var idi. O bilirsiniz, ona Türkiyə gəlmək də təklif olunmuşdu. Həmçinin Maduro özü də könüllü şəkildə gedə biləcəyi ölkələr tapa bilərdi. Və nəzərə alın ki, onun ailəsi ilə birlikdə həbs ediblər. Həbsin detalları da məlumdur, hansı şəraitdə olub və Kubalı mühafizəçilər də onun həbsinin qarşısını almaq üçün əllərindən gələni eləyiblər, lakin bu mümkün olmur. İndi məlum olur ki, 80 nəfər həlak olub Amerika Birləşmiş Ştatlarının hücumu nəticəsində. Həm də Maduronun xarakteri də, onların ideologiyası da belə bir davranışı tamamilə istisna eləyir. Yəni Maduronun dəfələrlə bundan yaxşı şərtlərdə təslim olmaq imkanı olub. Mən əminəm ki, əgər vaxtında radar və hərbi hava hücumundan müdafiə sistemləri vaxtında xəbərdar etsəydi, Maduro ümumiyyətlə ordu qərargahına gedərdi, müqaviməti təşkil edərdi. Bu baxımdan bu versiyada doğru görünmür və həm də Amerika Birləşmiş Ştatları rəsmilərinin davranışları da göstərir ki, yox, Maduro könüllü təslim olmayıb. Sadəcə olaraq son anda əlbəttə çarə qalmayanda təslimçilikdən başqa yol olmayıb. Yəni hamı da aleyhində deyil, əlində avtomat götürsün, vurursun bununla bağlı məsələdə. Və biz həmçinin diqqətlə baxsaq, Chavezdən sonra Maduro çox uzun müddət Amerika Birləşmiş Ştatlarına müqavimət göstərir. Yəni Maduro özünü döyüşkən xarakterində dəfələrlə göstərib. Heç ki Maduronu qorxaqlıqda indiyə qədər ittiham eləyə bilməzdi, mən düşünürəm ki. Yəni həm onun xarakteri, həm də keçirilən əməliyyatın xarakteri imkan verir deməyə ki, yox, bu təslimçi olmur. 150-dən çox təyyarə iştirak edib. Yəni Amerika Birləşmiş Ştatları çox böyük bir hərbi qüvvə toplayıblar Venezuela ətrafına. Düşünmürəm ki, bu könüllü təslimçilik olub. Amerikanın növbəti iddiaları Kuba və eyni zamanda Qrenlandiya ilə bağlıdır. Ümumiyyətlə, Latin Amerikasının və onlar hesab edirlər ki, yer kürəsinin qərb hissəsi bizə aiddir və biz burada hökmran olmalıyıq. Və bu baxımdan digər Latin Amerikası ölkə ilə bağlı oxşar əməliyyatlar, eyni zamanda Qrenlandiyanın Amerikanın nəzarətdən keçməsi, bu deyək ki, hadisələr
yaxın gələcəkdə baş verə bilərmi? Amerika Birləşmiş Ştatlarının ambisiyaları göstərir ki, bəli, Amerika Birləşmiş Ştatları bunları real variant kimi nəzərdən keçirir. Bunda səbəb var. Səbəb odur ki, Çinin qlobal ekspansiyası Amerika Birləşmiş Ştatlarını çox ciddi şəkildə narahat edir. Bu günlərdə Çinin nəzarətində olan dünya limanları xəritəsi yayılmışdı və görünürdü ki, doğrudan da Çin qlobal təsirə malikdir. Müasir geosiyasi nəzəriyyələrdə siz istənilən qədər iqtisadi qüdrətiniz ola bilər, istənilən qədər istehsal edə bilərsiniz. Lakin sizin gücünüz təchizatı təmin etməkdən asılıdır. Yəni limanlar və nəqliyyat şəbəkələri kimin ixtiyarındadırsa, sizin nə qədər çox istehsal etməyiniz burada o qədər rol oynamır. Sizə nə qədər icazə verəcəksə, o qədər ixrac edəcəksiniz. Bu baxımdan Çin bu məhdudiyyəti aşmışdı. Artıq Amerika Birləşmiş Ştatları dənizlərə, limanlara əvvəlki qədər hökm edə bilmirdi. Çin bilirsiniz, Avropada da limanlar satın alırdı. Afrika tamamilə əsas strateji nöqtələr demək olar ki, Çinin nəzarətinə keçib, elə götürür Mərkəzi Asiya. Mərkəzi Asiyada Qırğızdan çıxmaq şərtilə digər ölkələrin ümumdaxili borcunda 40%-dən çoxu Çinə məxsus. Yəni Çinə borcudurlar. Götürün Türkmənistanı. Türkmənistanın dövlət büdcəsi 85% Çinə satılan təbii qazdan gələn gəlirlə formalaşır. Götürün Gürcüstanı. Anakle limanın Amerika Birləşmiş Ştatlarının şirkətindən alırlar. Qara dənizdən dərin sulu limanlarından biridir və strateji əhəmiyyətlə maçda verirlər Çin şirkətinə. Və beləliklə bu misalları mən öz coğrafiyamızla bağlı qeyd elədim. Götürün İranı. Yəni Çin doğrudan qlobal təsirə malikdir. Və bu qlobal təsir artıq Qərb yarımkürəsində də hiss olunurdu. Və ilk olaraq siz görürsünüz. Trump gəlinə Panama kanalını qaldırmaq başladı. Çünki yenidən Çin təsiri hiss olundu. Çin doğrudan da çox böyük qlobal təsirə malik olub. Götürün Pakistanı. Pakistan demək olar ki, bütün nəqliyyat logistikasının tamamilə artıq Çinin ixtiyarındadır. Amerika Birləşmiş Ştatları başa düşdülər ki, bu perspektiv irəliləməyə başlasa, onlar sabah öz qərb yarımkürəsində limanlarda icazə almalı olacaqlar. Yəni Amerika Birləşmiş Ştatlarının özünü qoruma instinktindən və gələcək baxış perspektivindən onlar düz edirlər bunu. Yəni öz milli maraqlarını qorumaq nöqtə-nəzərindən. İndi bunun üsulları və formaları barədə mübahisə etmək olar. Əlbəttə bu qəbul olunan deyil. Amma onlar başa düşdülər ki, bunu başqa metodlarla eləsə gecikəcəklər. Yəni bunu beynəlxalq hüquq metodları ilə elə təzədən oraya investisiya qoy. Bunu etmək mümkün olmaz. Ona görə də ən qısa və onlar nöqtə effektiv yolla gedirlər. Gedib Çinin əlindən almaq. Venezuelanın tutulması, bunun adını açıq demək lazımdır. Bunu nə İran əlindən alırlar, nə Putin əlindən alırlar. Bunu Çinin əlindən alırlar. Və ən vacib nədir? Venezuelanın gələcək inkişafına pul qoyacaq yeganə ölkə kim idi? Amerika Birləşmiş Ştatları. Çin idi. Yəni Rusiyanın o imkanı yox idi. Rusiya aparıb 2 antena qoya bilərdi orada. Başqa heç nə qoya bilməzdi. Çini ondan məhrum elədilər. Və eyni zamanda da gözlənilir ki, bu məsələ Kuba və Qrenlandiyada ola bilər. Çünki Trump açıq şəkildə qeyd eləyir və çox böyük ehtimalla Trumpın hakimiyyətdə olmağından istifadə edən ABŞ-ın məhz bu yeni geosiyasət tərəfdarları bu planları həyata keçirməyə çalışacaqlar. Qonşu İrandakı proseslər barədə istəyirəm danışaq. 10 gündür artıq burada kütləvi aksiyalar başlayıb. Deyək ki, Təbrizdə, Tehranda tacirlərin başladığı bu aksiya artıq ölkənin 110 şəhərinə yayılıb, xeyli itkilər var, həbs olunanlar var. Bu aksiyaların səbəbi və bu da xarici təsir faktoru barədə fikirləriniz maraqlı olardı. Bu aksiyaların səbəbi ilk növbədə İranın indiki dini, siyasi rejimi mövcud reallıqlara uyğun gəlməməsidir. Yəni, daha açıq desək, mövcud dini siyasi rejimin öz effektivliyini və belə də istismar müddətini başa vurmasıdır. Çox aşkar görünür ki, İsrail 12 günlük müharibədən sonra ölkə iqtisadiyyatını yeni reyestrə salmaq artıq indiki hakimiyyətin gücü xaricindədir. Ya da onu başqa formada deyib fikrimizi, indiki hakimiyyət öz ideoloji baxışlarını dəyişməsə və geniş islahatlar proqramı aparmasa, İranda iqtisadi vəziyyəti sabitləşdirmək mümkün olmayacaq. Geniş islahatlar proqramı isə sonunda artıq indiki hakimiyyətin indiki formasını dəyişəcək. İndi hakimiyyətin indiki formasını dəyişəcək və ən vacib məsələlərdən biridir ki, ölkə daxilində İslam Keşişləri Korpusunun iqtisadi məsələlər üzərində monopoliyasına da son qoyacaq.
İranda biz faktiki iki iqtisadiyyat var. Bir iqtisadiyyat mülki iqtisadiyyatdır. Digər iqtisadiyyat isə Hərbi belə demək mümkünsün. bəli, yalnız ali dini siyasi liderə tabe olan, hətta bir çox hallarda heç onun da bəlkə sona qədər yəqin ki, məlumatda olmadığı gizli və İslam İnqilabı Keşikləri Korpusunun nəzarətində olan bir iqtisadiyyatdır. Həmin iqtisadiyyat ölkənin bütün əsas resurslarını götürür və çox mənasız işlərə sərf edir. Götürün Suriyanı, götürün İraqı, götürün Livanı, götürün Yəməni, bunlar belə Azərbaycanı götürün. Milyardlarla pul, həm hərbi, həm ideoloji deyək ki, məsələlərlə bağlı, yəni bu böyük xərclər böyük xərclərdir. Deməli, bu strategiya nə özünü xarici hüdudlarda özünü doğrultdu, İranın müqavimət bloku bir neçə gün içində darmadağın oldu. 10 illərlə, milyardlarla pul, zəhmət sərf etdikləri bu sistem cəmi İsrailin 3 aylıq aktiv hərəkətləri nəticəsində tamamilə məhv oldu. Bu bir. İkincisi, məlum oldu ki, ölkənin özünün də hərbi hava sərhədlərini qorumaq mümkün deyil. Nüvə proqramında qorumaq mümkün olmadı. Bu ikinci aspekt. Üçüncü aspekt də son illər məlum oldu ki, heç ölkə əhalisinin özü belə indiki dini ideoloji inanmır. Yəni indiki dini ideoloji idarə etmək tamamilə çürüyüb. Və bu baxımdan İran transformasiyaya məhkumdur. Müəyyən qədər cəhd elədilər. Yəni Pezeşkiyanı seçdirmək Yerə gəlmişkən Pezeşkiyanla mühafizəkarlar arasında bir qarşıdurma fikir ayrılıqları hiss olunur. Deyək ki, islahatçılarla belə deyək ki, o rejim, əvvəlki rejimin, dini rejimin tərəfdarlar arasında bu nə vəd edir, bu qarşıdurma? Prezident Pezeşkiyan seçilən gündən bu qarşıdurma başladı. Prezident Pezeşkiyana o iqtisadi komanda formalaşdırmağa imkan vermədilər. İkincisi, onun dövlət başçısı deyə bilmirik, hökumət başçısı kimi faktiki olaraq səlahiyyətlərini məhdudlaşdırmağa cəlb edilər, parlamentdə onu həd elədilər və ali dini siyasi lider də onu dəstəkləmədi. Lap qarşı çıxmasa da hər halda dəstəkləmədi. Dəstək vermədi və islahatlar proqramına dəstək vermədi. Və artıq bir neçə dəfə oldu ki, İran prezidenti çıxdı qeyd elədi ki, biz günahı özümüzdə axtarmalıyıq. Hətta bir dəfə də açıq dedi ki, biz regiondakı mövqeyimizə və yerimizə yerində baxmalıyıq, biz müttəfiqlərsiz qaldıq. Bunu çox açıq şəkildə qeyd elədi. Lakin bu xəbərdarlıqlar eşitmədilər və düşünürəm ki, əslində ki, indiki etirazların ideoloji zəminlərinin və yaxud da belə deyək, mənəvi əxlaqi zəminlər hazırlanmasında məncə İran prezidentinin də açıqlamalarının rolu oynadı. Bu bir aspekt. İkinci aspekt, ölkə iqtisadiyyatı artıq tamamilə mərkəzi hakimiyyətin nəzarətindən çıxıb. Son illərdə İranın milli valyutası 3-2 dəyər itirib. 3-2-sini itirib dəyərini. Bu, İran kimi daxili ticarətin inkişaf etdiyi və iqtisadi ağırlığı və ticarətin üzərində fokuslandığı bir ölkə üçün bu fəlakət deməkdir. Həmçinin İranda daxili etirazların səbəbi ondan ibarət ki, heç vaxt indiki halda heç kim çıxıb demir ki, bizim müəyyən bir islahat proqramımız var. Biz bu islahat proqramını həyata keçirəcəyik və bununla da müəyyən nəticələrə nail olacaq. Bunu deyən yoxdur. Əksinə hamı görür ki, indiki dini rəhbəri yenidən dünya ilə təcrid siyasətini seçib, dünya ilə qarşıdurma siyasətini seçib. Bunlar başa düşürlər ki, belə getsə İsrailin növbəti hərbi hücumu qaçılmaz olacaq. Bu ümumiyyətlə iqtisadiyyatı tarmar edəcək. Və açıq da göründür ki, hətta Çin, Rusiya da o qədər böyük dəstək verə bilmirlər. Belə olan halda əlbəttə ölkənin daxilindəki müəyyən təbəqələr, qüvvələr oxu fikirləşir. İran hara gedir? Siz baxın, İranın dini mərkəzlərində bu aksiyalar daha qabarıq formada üzə çıxır. Bu baxımdan Pezeşkiyanın indi ön plana çıxması bu təbiidir. Çünki Pezeşkiyan fərqli bir ideologiya ilə gəlib və tam fərqli bir məsələləri qaldırır. Çox açıq şəkildə qeyd edir ki, bizim resurslarımız bəllidir, bizim imkanlarımız bəllidir, biz insanları dinləməliyik və ən vacib nədir? Pezeşkiyana qarşı heç bir arqument yoxdur. Adamın çirkli keçmişi yoxdur, əlləri təmizdir. İranda isə dünyanın heç bir ölkəsində olmadığı qədər yuxarı səviyyədə böyük korrupsiya var. Qohumbazlıq var, tayfabazlıq var, konkret iqtisadiyyatı, konkret sülalələr, familiyalar idarə edir. İrandakı qeyri-bərabərlikdə demək olar ki, çox az ölkədə rast gəlinə bilər. İran elitası doğrudan da çox belə dəbdəbəli bir həyat tərzi keçirir. Amma İran əhalisinin böyük bir əksəriyyəti, yəni çox çətin, ağır şərtlərdə yaşayır. Eyni zamanda biz bu proseslərlə bağlı deyək ki, İran Şahının oğlunun fəallaşdığını görürük və
İranın özündə də ona dəstək nümayişin görürük. Bax bu deyək ki, Pəhləvilərin yenidən hakimiyyətə qayıtması perspektivi nə dərəcədə inandırıcı görünür? İndiki aksiyalar daha çox baxırıq Fars vilayətlərində, Bəlucistan və Kürdlərin yaşadığı vilayətlərdə özünü göstərir və siyasi şüarlar ilk olaraq Farsların yaşadığı vilayətlərdə özünü göstərdi. Diktatora ölüm şüarı belə səsləndirir. Bəli. Bu o demək ki, artıq İranda Farslar yenidən Fars millətçiliyini dirçətməyə çalışırlar. İndi İranda formal olaraq Fars millətçiliyi yoxdur, ümmətçiliyi var. İslam ideologiyası öndədir. Amma faktiki olaraq çox açıq şəkildə görür ki, Farslar yenidən İranda Pəhləvilərin timsalında Fars millətçiliyini dirçətməyə çalışır. İndiki rejimi Fars millətçi ideologiyasına söykənən monarxiya rejimi ilə əvəz etməyə çalışırlar. Və burada da çox aşkar görünür ki, xarici qüvvələrin də təsiri var. Sizin əvvəl sualınızda səslənmişdi. Hiss olunur ki, bu İsrail tərəfindən dəstəklənir. Hiss olunur ki, Amerika Birləşmiş Ştatlarını İsrail tərəfindən müəyyən qədər inandırıblar ki, İrandakı dəyişikliklərə kömək eləmək lazım. Mən demirəm ki, konkret Pəhləvi sülaləsini hakimiyyətə gətirmək lazımdır, amma aşkar şəkildə görünür ki, bəs bu istiqamətdə Amerika Birləşmiş ən az Trump administrasiyasının bəzi üzvlərini və özünü onu müəyyən qədər inandırmağa çalışıblar ki, İranda dəyişikliklər impuls götürsə, müəyyən nəticəyə nail olmalıdır. Siz diqqətlə baxsaq, Cənubi Azərbaycan və Azərbaycanlılar bu proseslərə qoşulurlar. Niyə qoşulurlar? Çox maraqlı məşamdır. Çünki indiki bu Fars millətçilərinin irəli sürdüyü şüarlar heç biri maraqlarına cavab vermir Azərbaycanlıların. Həm ümumilikdə İran əhalisinin maraqlarına, ümumilikdə İran əhalisi maraqlarına cavab vermir. İkincisi isə Azərbaycanlıların əsas diqqət mərkəzində olduğu haqq və azadlıqların qorunması, İran konstitusiyasının real tətbiqi və ölkənin 20-ci əsrin çağırışlarına uyğun olaraq inkişaf etməsi proqramına uyğun gəlmir. Yəni belə deyək də, biz burada artıq Cənubi Azərbaycanlılar tarixdən də nəticə çıxaraq görüblər ki, yəni Fars layihəsinə dəstək verməyin heç bir mənası yoxdur. Fars layihəsinə dəstək vermək sadəcə binanın fasadını dəyişmək. Bunun necə acı nəticəsini görüblər. Tamamilə görüblər və ona görə də həm də başa düşürlər ki, bu proseslər xarici müdaxilə ilə həll olunacaqsa, bu zaman Cənubi Azərbaycanın vəziyyətində xüsusi dəyişiklik baş verməyəcək. Yəni Azərbaycanlıların soydaşlarımızın vəziyyətində xüsusi dəyişiklik baş verməyəcək. Yenidən elitə Fars millətçiliyinə formalaşdırılacaq bununla bağlı məsələ. İsrailin təzyiqlə müəyyən qədər Kürdlər imtiyaz alacaqlar orada, Bəluzlar müəyyən qədər imtiyaz alacaqlar. Çünki sabah Farslara da təzyiq elementi kimi Kürdlər və Bəluzlar nəzərdən keçirilir. Cənubi Azərbaycan isə yenidən haqları əlindən alınmış vəziyyətdə qalacaq. Belə olan halda Cənubi Azərbaycan bu aksiyalara dəstək vermir. Bu aksiyaların uğur qazanmamasının səbəbi də məhz Cənubi Azərbaycana dəstək verməməsidir. Hal-hazırda Cənubi Azərbaycan İranın parçalanmasını istəmir. Hal-hazırda Cənubi Azərbaycan Fars millətçiliyinin yenidən reinkarnasiyasını istəmir. Pəhləvi sülaləsinin gətirilməsini istəmir. Çünki o tamamilə xarici proyektdir. Pəhləvi sülaləsi əslində həm də İsrailin hakimiyyətə gəlməsi deməkdir. O baxımdan Cənubi Azərbaycan hazırda gözləyir və o cümlədən indi biz İranda baş verən proseslərlə bağlı çox dəqiq məlumatlar ala bilmirik. Orada internetdə söndürüblər və əlavə informasiya almaq çox çətindir. Lakin onu deyə bilərik ki, bu aksiyalar o zaman sakitləşəcək ki, İran hökuməti geniş proqramlar elan edəcək. Yəni indiki halda yəni hər halda hesab edirsiniz ki, bu başlayan aksiyalar, bu dəfə başlayan aksiyalar əvvəlkilərdən fərqli olaraq İranda müəyyən bir deyək ki, rejim dəyişikliyinə, yaxud idarəetmə dəyişikliyinə gətirib çıxaracaq. Bunu transformasiya deyək. İranda transformasiya qaçılmazdır. İranın qeyd etdiyimiz kimi xarici siyasətdəki məğlubiyyətləri, həm iqtisadi tənəzzül, həm də daxili idarəetmənin artıq müasir tələblərə cavab verməməsi, həm də ideoloji cəhətdən çürümə, transformasiyanı qaçılmaz eləyir. Biz İrandakı proseslərə laqeyd qala bilmərik. Bizim üçün olduqca vacibdir ki, İrandakı proseslərdə Cənubi Azərbaycanın haqq və hüquqları təmin edilsin. İran konstitusiyası real olaraq tətbiq olunsun. İranda milli ayrı-seçkilik qoyulmasın. Yəni bu şərtlər təmin olunacaqsa, İranın ərazi bütövlüyünün qorunması, İranın indiki vahid dövlət şəklində mövcudluq və inkişafı Azərbaycanla maraqlanır. Bəli. Yəni biz əks
fikirlərin qəti əleyhinəyik. Çünki İranın xarici müdaxilə ilə parçalanması, süni olaraq orada fərqli ssenarilərin həyata keçirilməsi istənilən halda həm Cənubi Azərbaycan məsələsinə neqativ təsir göstərəcək, həm də Azərbaycanla münasibətlərə neqativ təsir göstərəcək. Bütün regionda qarşıdurma riskini artıracaq. Biz onun tərəfdarıyıq ki, İranda bütün bu məsələlər Pezeşkiyan hazırda çıxış elədiyi mövqedən irəli gələrək islahatlar həyata keçəcək. Ümid edirik ki, belə də olacaq. Zahir bəy, maraqlı şərhlərinizə görə təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun.